Salam, kanalımızdan hər kəsi xoş gördük. Bu günləri mən gül kələmindən qaynatmadan çox asan və həm də xırçıltılı gül kələmi turşusu hazırlayıram. Bunun üçün bizə dəfnə yarpağı, turşuluq duz, kişniş toxumu, limon duzu, qara dənəvər istiot və üzüm sirkəsi lazımdır. Gül kələmi ilə bərabər biberlərdən, kök və sarımsaqdan da istifadə edirik. Mövsümü olduğuna görə bazarda gül kələmi hal-hazırda həm ucuzdur, həm də boldur. Bildiyimiz qədər də çox faydalıdır. Ona görə də könlünüz, ürəyiniz fərqli turşu çəkirsə, məncə alıb hazırlamağa dəyər. Mən gül kələmini bu cürə ayırdım kökündən və əvvəlcədən sirkəli suya qoyuram. 1 saat sirkəli suda saxlayacağam. İçində olan mikrobları, tozu, hamısı təmizlənsin. Ona qədər tərəvəzlərimi doğrayıram. Tərəvəzləri istədiyiniz formada doğraya bilərsiniz və yaxud da artıra bilərsiniz miqdarını. Mən götürdüyüm tərəvəzləri biraz xırdalayıram. Sonra isə gül kələmini bir dəfədə əlavə sudan keçirdəcəm. Əvvəldən qaynar və sodalı su ilə bankalarımı yumuşam. 2 ədəd dəfnə yarpağı və 6-7 ədəd qara dənər istiot atdım və üzərindən isə gül kələmini yerləşdirirəm. Daha sonra doğradığım tərəvəzlərdən gül kələminin üzərinə əlavə edirəm. Sonra isə yenə də gül kələmi və üzərindən tərəvəzlər və sarımsaq yerləşdirdim. 2 litrlik banka üçün dolu olmayan 2 yemək qaşığı yarım duz, 1 litrlik bankam üçün isə 1 dolu yemək qaşığı duz əlavə etdim və üzərinə isə qaşığın ucunda biraz limon duzu əlavə edirəm. Sonra isə böyük bankama 1 dolu armudu stəkan sirkə, balaca 1 litrlik bankama isə yarım armudu stəkan üzüm sirkəsi və kişniş toxumu əlavə edirəm. Hər bankaya biraz kişniş toxumu çox gözəl dad verir bu turşuya. Kələmlərin üzərinə gördüyünüz kimi taxta çöplərlə bərkitdim ki, kələmləri su tökəndə üzə qalxmasın. Qaynayan suyu qaynar bankaların üzərinə dolana qədər tökürəm və ağzını möhkəm bağlayıb bu cürə əlimdə bankanı biraz da fırlayıram ki, altına çökmüş duzu, sirkəsi qarışsın və üzərini örtüb səhərə qədər saxlayıb daha sonra isə sərin yerə götürüb saxlayacağam. 15 gündən sonra turşumuz yeməlidir. Dəyərli izləyicilər, əgər videomuzu bəyəndinizsə kanalımıza abunə olub, yorum yazıb dəstək olmağı unutmayın. Allah hər birinizdən razı olsun. Dəstəyiniz üçün salamat qalın. İnşallah növbəti videolarımızda görüşənədək.